Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ötən gün Zaur Kemal'ın ARB kanalında yeni layihəsinin yayınlanacağı barədə məlumat yayılıb. Yayılan xəbərdə Zaur Kemal verilişi özünün aparacağını rəsmi şəkildə təsdiqləmişdi. Daha sonra kanalın direktor müavini Vüsalə Vəliyeva açıqlama verərək yeni layihənin olacağını, lakin Zaurun efirdə olmayacağını bildirmişdi. Xəbər verilir ki, ARB-də Zaur Kemal'ın verilişinin yerinə yayınlanacaq layihənin adı Axşam 7-də olacaq. Proqramı tanınmış xanəndə, Xalq Ulduzu yarışmasının iştirakçısı Gülzar Fərcova aparacaq. Verilişin konsepsiyası milli musiqinin daha geniş təbliği və keçmişdən bugünə qədər qorunan adət-ənənələrin tanıtılmasına yönələcək. Qeyd edək ki, ötən ay tanınmış aparıcılar Zaur Baxşəliyevin təqdimatında olan Bizimləsən və Zaur Nəboğlunun rəngarəng verilişləri, eləcə də Xoşqədəm Hidayət qızı və Zaur Kemal'ın proqramları efirdən çıxarılıb.